Elmi alimlerin içinde övünmək üçün oxumayın. Elmi cahilləri susturmaq üçün, cahillərin içində özünüzü alim göstərmək üçün oxumayın. Və məclislərdə, özəl bir yerdə və başda keçmək üçün oxumayın. Kim onu eləyərsə, gedəcəyi yer cəhənnəm olar, gedəcəyi yer cəhənnəm olar deyir Muhammed sallallahu aleyhi və səlləm. Ancaq alimlərin içində öyünmək üçün, səfihləri susturmaq üçün, məşhurlaşmaq üçün, ad-san qazanmaq üçün və yaxud da bununla pul qazanmaq üçün oxuyan, millətin gözündə saxta alim kimi görünənlər gedəcək ilk öncə cəhənnəmə. Ona görə ixlasın əhəmmiyyəti burada ortaya çıxır ki, qardaşlar, əgər ixlasla elm oxumasa insan, insanların arasında alim deyilsə belə ahirətdə gedəcəyi cəhənnəmdir. Əgər insan bu İslamı öyrənərsə ki, özünü cəhalətdən çıxartsın, ailəsini cəhalətdən çıxartsın, müsəlmanlara fayda versin və bu oxuduğu elm aləmlərin Rəbbi olan Allah üçün olsun, bu elm ahirət günü onu cənnətə aparacaq və onun gedəcəyi ən möhtəşəm yerdə olacaq.